Demək, 6-cıya baxırıq. Halda olan ilk sarı rəngli bəsit maddəsi karbon disulfitdə yaxşı həll olur. Demək, sarı rəngli bəsit maddə kükürt düşünmək olar. Bəli, kükürt karbon disulfitdə yaxşı həll olur. Sonra deyir ki, qaynama temperaturuna qədər qızdırılmış bu maddəni soyuq suya tökəndə rezin kimi dartıla bilən Y maddəsini əmələ gətirir. Bəli, biz kükürdü keçəndə orada qeyd etmişik ki, kristal kükürt, yəni bu S8 sarı rəngli bərk maddədir. Suda yox, karbon disulfitdə və digər üzvü həlledicilərdə həll olur və onu qızdırdıqda, sonra soyuq suya tökəndə rezin kimi dartıla bilən maddə əmələ gətirir ki, buna da plastik kükürt deyirik. Sonra nə deyir bizə? Yandırılmasından da kəskin boğucu rəngsiz qaz alınır. Bu SO2 əmələ gəlir, bəli. O da kəskin boğucu rəngsiz qazdır. 16-da deyir ki, X maddəsinin adını və formulunu yazın. X maddəsinin formulu S8-dir, adı da kristal kükürt. Sonra 17-də X maddəsinin yanma tənini yazın. X maddəsini ya yaza bilərik ki, S8 üstəgəl oksigen, SO2 alınır. Əmsallaşdırırıq. Və yaxud da ki, eləcə S plus O2, yenə SO2, hər iki tənlik doğru götürüləcək. İndi 18-də nə deyir? 18-də deyir ki, X maddəsinin yanmasına, adətən biz kükürdün yanma tənliyini belə ifadə edirik, bundan işləyirik. Demək, 2000 litr hava sərf olmuşdur. Biz bilirik ki, yanmada biz hava istifadə eləmirik, oksigen istifadə edirik. 2000 litr havada görək nə qədər oksigen var? Özü bizə deyir ki, havada oksigenin həcm payı 21%-dir. Yəni, hər 100 litr havanın 21-i oksigendir. Amma bizdə hava nə qədər var? 2000 litr var. Görək 2000 litr havada nə qədər oksigen olacaq? 420. Bunlar da eyni molda girdiyinə görə 420 ilə 420 də molda demək kükürt tələb olunacaqdır. Praktiki çıxımama 50% deyir. Aha, 420 əgər 100%-dirsə 50% dediyinə görə bunun da yarısını götürəcəyik, yəni 210. 18-də cavab 210. Növbəti sual, demək, situasiya altında yazdıq. Situasiya 7. Eynidir bu hissəsi. Sarı rəngli bəsit maddədir. Disulfitdə yaxşı həll olur. Yenə söhbət kristal kükürtdən gedir. Qızdırıbdan sonra soyuq suya tökəndə rezin kimi dartıla bilən plastik kükürt əmələ gətirir. Aha, bu səfər Y-in adını soruşur. X-in yox. Yəni, Y olacaq plastik kükürt. Burada eyni testidir. Burada X maddəsi, Y maddəsinin əmələ gəlməsi müşahidə olunur, amma Y-i soruşmurdu. Burada isə Y-i soruşur. Yəni, Y olacaq plastik kükürt. 19-da, demək, situasiya 7-də 19-da olacaq plastik kükürt. Yəni SN. Sonra deyir ki, X maddəsinin yanma tənliyini yazın. Elə bax, həmin tənlikdir. Yanma tənliyi budur. İndi burada da məsələ hissəsi var. Eyni şeydir. Burada 2000 yazmışdı. İndi burada 4000 yazır. Yenə tapmalıyıq ki, 4000-dən 2000, məsələn 420-dirsə, 2000 içində 420-dirsə, 4000 içində 840 olacaq. Yəni 2 dəfə artıq. Bunlar da eyni molda girdiyinə görə 840 mol oksigenə 840 mol kükürt lazımdır. Amma bu səfər soruşur bizdən yenə 50%, 840 100%-dirsə 50% yenə bunun yarısıdır. Bu da edir 420. Yəni 21-də də cavab 420 oldu. İndi növbəti situasiya 8-ə baxırıq. Müəyyən miqdar kalsium karbonatının üzərinə xlor turşusu əlavə etdikdə qaz ayrılır. Situasiya 8. Demək, kalsium karbonatının üzərinə xlor turşusu əlavə edirik. Biz buna deyirik karbon qazının alınması və yaxud da karbonat ionunun təyini reaksiyası və yaxud da karbon qazının laboratoriyada alınması. Demək, xlor turşusu karbonatı duzlarından çıxarır. Bu zaman kalsium xlorid və karbonat turşusu əmələ gəlir. Karbonat turşusu da alınan anda parçalanır karbon qazı və suya, çünki çox zəif turşudur. Və əmsallaşdırsaq, hidrogen və xlor 2-dən olduğuna görə bura 2 yazırıq, hər şey bərabərdir. Bizə deyir ki,
ayrılan qaz, təbii ki, qaz karbon qazıdır. Elektrik lampası birləşən elektrodlar salınmış barium hidroksid məhlulundan buraxılır. Barium hidroksid məhlulundan karbon qazı buraxılır. Biz buna deyirik karbon qazının təyini reaksiyası. Yəni düzdür, bunu adətən kalsiumla yazırdıq. Deyirdik kalsium hidroksid karbon qazı əhəng suyunu bulandırır. Amma ümumiyyətlə qələvlərlə təyin olunur karbon qazı. Burada əmələ gəlir barium karbonat çöküntüsü və su. Bizə deyir ki, lampa bir anlıq sönür. Niyə sönür? Çünki burada çöküntü əmələ gəlir. Biz bilirik ki, çöküntülər qeyri-elektrodlərdir. Onlar dissosiasiya etmir, iyonlarına ayrılmır. Ona görə lampa sönür, elə qeyri-elektrodlərdir. Deyir, sonra yenidən lampanın çözərtisi artmağa başlayır. Bu niyə baş verir? Barium karbonat və su karbon qazının artığı ilə reaksiya girərək barium hidrokarbonat duz əmələ gətirir. Və barium karbonatdan fərqli olaraq barium hidrokarbonat çöküntü deyil, həll olan duzdur. Yəni elektrik cərəyanını biz bilirik ki, həll olan duzlar keçirir. Yaxşı keçirdiyinə görə, barium karbonat duzu yarandığına görə, çöküntü yoxa çıxıb əvəzinə həll olan duz əmələ gətirdiyinə görə, demək bu lampa yanacaqdır. İndi baxaq görə bizdən nə soruşur? Deyir, reaksiya zamanı ayrılan qazın formulunu. Biz dedik ki, ayrılan qaz, bax, karbon qazıdır. Bu oldu bizim 22-ci sualımız. Və beynəlxalq adını. Beynəlxalq adı karbon qazı və ya karbon dioksid. İndi 23-ə baxırıq. 23-də nə deyir? Çözərtinin zəifləməsinə və yenidən artmasına səbəb olan tənlikləri yazın. Çözərməsin zəifləməsinə səbəb olan tənlik budur. Çünki orada çöküntü halında olan duz əmələ gəldi. Amma yenidən lampanın yanmasına, artmasına səbəb olan tənlik isə budur. Barium hidrokarbonatın əmələ gəlməsi. 1 bu, 2 bu. İndi 24-ə baxırıq. 24-də nə deyir? Deyir, lampanın bir anlıq sönməsinə qədər keçən müddət ərzində demək 500 milli 0,4 mol bölü litr qatılıqlı. V bərabər 0,5-ə S molyar da bərabərdir 0,4-ə. Biz buradan nünü tapa bilərik də. S bərabərdir nü bölü V-dən. Əgər V ilə S varsa, onda nü bərabərdir S vur V-yə. Yəni 10/5-i vururam 100/4-ə. Bu deyəcək 0,2 mol. Deyir, qatılıqlı məhuldakı barium hidroksid neçə litr karbon qazı reaksiya girer? Biz bilirik ki, 1 mol barium hidroksidlə 1 mol karbon qazı girir. Bizdə də barium hidroksid %2-dir. Heç nə 1 ilə 1 girirsə, 1 molla 1 mol girirsə, %2 ilə %2 mol girəcəkdir. 24-də də cavab 0,2 mol karbon qazı, amma bizdən deyəsən litrlə soruşur. Neçə litr? Litrlə ifadə etsək, 22/4-ə vurmalıyıq. Yəni 0,2-ni vuracam 22/4-ə, o deyəcək 0,448 litr karbon qazı. Bu da bizim 24-cü sualımızın cavabı olacaq. İndi situasiya 9-a baxırıq. Bu da eyni qaydadır. Sadəcə olaraq fərq burada barium yox, kalsium hidroksid götürübdür. Yenə müəyyən miqdar kalsium karbonatının üzərinə xlor turşusu əlavə olunur və qaz alınır. Baxın, həmin ki, bu tənlikdir. Xlor turşusu əlavə olunur və qaz alınır. Sonra deyir ki, kalsium hidroksid keçirilir. Əvvəlcə lampanın çözərtisi zəifləyir və sönür. Baxın, bu reaksiya baş verir, zəifləyib sönəndə. Sonra yenidən artır, onda da bu reaksiya baş verir. Deyir, bunun zəifləməsinə səbəb olan hadisəni izah edin. Heç nə, suda həll olmayan, iyonlarına ayrılmayan, dissosiasiya etməyən, yəni qeyri-elektrod, yəni elektrik cərəyanı keçirməyən duz əmələ gəlməsidir səbəb. Sonra eyni sualdır burada. Lampanın çözərtisinin zəifləməsinə və yenidən artmasına səbəb olan tənliklər. Çözərməsinə səbəb olan bu tənlikdir, yəni barium karbonatının alınmasıdır. Amma yenidən yanmasına səbəb barium hidroksid duzunun alınmasıdır, yəni həll olan duzun alınmasıdır. Burada da eyni qaydadır. Sadəcə olaraq burada 500 milli, yəni 0,5 litr veribdir. Amma molu qatılığı verib %2. 0,2 yazacağım burada. Buna 27 yazıram. Yəni növbəti situasiya 9-cudur bu. Eyni qaydadır. Burada da nü bərabər S vur V-dən V 0,5-dir. Demək, S molyarsa %2-dir. Bunu da vuranda 0,1 edir.
0,1 molu da litrlə ifadə etsək, 0,1 22,4-də vururam. Bu deyilir 0,224. Yəni burada situasiya 9-un 27-sində cavab 0,224 litr CO2. İndi keçirik situasiya 10-a. Demək, kimyaçı içərisində duru sulfat turşusu olan 3 sınaq şüşəsi götürür. Birinə mis, birinə dəmir, birinə maqnezium daxil edir. Demək, misdir, dəmirdir, maqneziumdur və sulfat turşusundan istifadə edir. Deyir ki, 3-cü sınaq şüşəsində heç bir dəyişiklik baş vermir. Biz bilirik ki, mis duru sulfatla reaksiyaya girməz, qatı ilə girər. Çünki mis hidrogen yarada bilməyən metaldır. Buradan hidrogeni çıxara bilməz. 3-cü sınaq şüşəsində baş vermirsə, yəni 3-cüdə mis var. Sonra 2 sınaq şüşəsində ayrılan qazı həm dəmir, həm maqnezium duru sulfat turşusu ilə reaksiyaya girəndə bunlar aktivlik sırasında hidrogenə qədər yerləşdiklərinə görə hidrogeni çıxarır bilirlər. Hər birində ekvivalentli duz və hidrogen qazı alınır. Bizə nə deyir? Bizə deyir ki, hər iki sınaq şüşəsində alınan qazı, ayrılan qazı birinci cavabımız hidrogendir. Yəni hər ikisində hidrogen qazı alınır. Və 3-cü sınaq şüşəsinə daxil edilmiş metal formulunu yaz. Burada bayaq yazıb ki, 3-cü sınaq şüşəsində heç bir dəyişiklik baş vermir. Yəni 3-cü sınaq şüşəsində mis əlavə edibdir. İkinci cavabımız da misdir. Bu 29-cuya baxırıq. İndi 29-da deyir ki, baş verən reaksiya tənliklərini yazın. Baxın, 29 budur. Baş verən tənlikləri biz yazdıq. Bu 29-dur. İndi 30-a baxırıq. Reaksiya sırasında 2 sınaq şüşəsinin hər birində 2,24 litr qaz ayrılarsa, metalların kütləsini tap. 1 mol metaldan 1 mol qaz alınır. Yəni hər birində əgər 0,1 mol hidrogen qazı alınıbsa, onda 0,1 mol da metal olubdur. 0,1 mol dəmir 5,6 qram deməkdir. 0,1 mol maqnezium da 2,4 qram deməkdir. Yəni dəmir olub 5,6, maqnezium olub 2,4.